Ağrısız orqan, qaraciyər problemləri gündəlik həyatda necə hiss edilir? Qaraciyər xəstəliklərinin böyük hissəsi ağrısız gedir. Amma siqnal əlamətlər olur. Bunlar hansılardır? Daimi halsızlıq. İnsan deyir, yuxumu yaxşı almışam, amma yenə də yuxum gəlir və halsızam. Bu sadə görülə bilər, amma qaraciyərin toksinləri zərərsizləşdirilməsində bir problemin olduğunun göstəricisidir. Beynin dumanlı olması, buna mental yorğunluq deyilir. Unutqanlıq, qərar verməkdə çətinlik, diqqətin əksikliyi, bu da qaraciyərdə metabolik funksiyaların yerində olmadığının göstəricisi ola bilər. Digər bir əlamət qarının sağ yarısında ağırlıq hissi. Ağrı demədik, ağırlıq hissi. Çünki qaraciyər böyüyür, şişkinləşir və həmin hissədə bir ağırlıq yük sallanırmış kimi bir hissiyata səbəb olur. Qaraciyər xəstəliklərinin digər əlaməti səbəbsiz əsəbilik, motivasiyanın düşməsi və eyni zamanda dəri keyfiyyətində olan pozğunluqlar, sızanaqlar, dərinin solğun olması və s. ola bilər. Yəni, qaraciyər ilkin olaraq özünü ağrı ilə göstərməyə bilər, amma funksiya pozğunluğunu göstərən əlamətlər qarşınıza çıxacaqdır.